Boyalarımı evdə unutduğum üçün təbiətin gözəl rənglərindən istifadə etməyə qərar verirəm. Burada çiçəklər yığıram. Daha sonra qarağat meyvəsi toplayıram. Biraz da börütkən. Daha sonra əyləşib börütkən və qarağatı əzməyə başlayıram. Bu da Lili xanım. Lilinin də göz haqqını verirəm. Daha sonra dayım oğlunun ağlına yaxşı fikir gəlir. Biz yarpaqları sarımsaq əzəndən əzirik. Burada başlayıram şəkili rəngləməyə. Yaşıl rəngin pigmenti daha yaxşı alınmışdı qırmızıya nisbətən. Və sonda şəklimiz bu cür alınır. Ümid edirəm bəyənərsiniz.